Biz insanlar 54 il sonra Artemis 2 proqramı çərçivəsində Oselles raketi ilə yenidən Aya gedirik. Bəs Ay haqqında nə bilirik? Yer kürəsi ilə fərqi nədir və məsafəsi nə qədərdir? Biz insanlar həqiqətən Aya getmişikmi? Növbəti dəfə Aya getmək üçün niyə məhz 54 il gözlədik? Ora getməkdə niyə bu qədər israrlıyıq? Ay, sükutun arxasına gizlənən həqiqət. Gecə səmasına baxdıqda gördüyümüz o sakit, parlaq obyekt, Ay, əslində düşündüyümüzdən qat-qat mürəkkəb və maraqlı bir göy cismidir. O, yer kürəsinin yeganə təbii peykidir və təxminən 384 min kilometr məsafədə yerləşir. Bu məsafə kosmik miqyasda böyük görünməsə də, Ay və yer üçün son dərəcə mühüm rol oynayır. Ayın yaşı təxminən 4,5 milyard il hesab olunur. Müasir elmi tədqiqatlara əsasən, Ay böyük bir kosmik toqquşma nəticəsində yaranıb. Bu nəzəriyyəyə görə, Mars ölçüsündə bir cisim, alimlərin Theia adlandırdığı obyekt erkən dövrdə yerə çırpılıb. Toqquşma nəticəsində kosmosa atılan maddələr zamanla birləşərək Ayı formalaşdırıb. Bu fikir, Aydakı süxurların yerdəki süxurlarla kimyəvi tərkibinin uyğun gəldiyi üçün geniş şəkildə qəbul olunur. Ayın səthi ilk baxışdan sakit görünə bilər, lakin əslində o minlərlə kraterlə örtülüdür. Bu kraterlər meteorit və asteroidlərin milyard illər ərzində Ay səthinə çırpılması nəticəsində yaranıb. Ayda demək olar ki, atmosfer yoxdur. Bu səbəbdən nə külək, nə yağış, nə də eroziya prosesi mövcud deyil. Nəticədə bir dəfə yaranan izlər demək olar ki, dəyişmədən qalır. Bu xüsusiyyət Ayı Günəş sisteminin tarixini qoruyub saxlayan bir növ kosmik arxiv çevirir. Ayda həyat üçün uyğun şərait yoxdur. Atmosferin olmaması o deməkdir ki, orada nəfəs almaq mümkün deyil və səs yayılmır. Əgər Ayın səthində olsaydınız, atdığınız addımların səsini belə eşitməzsiniz. Temperatur fərqləri isə olduqca kəskindir. Günəş şüalarının düşdüyü yerlərdə temperatur müsbət 127 dərəcəyə qədər yüksəldiyi halda, kölgədə bu temperatur -173 dərəcəyə qədər enir. Ayın parlaması isə onun öz işığı ilə bağlı deyil. O sadəcə günəşdən gələn işığı əks etdirir. Yəni, gecə gördüyümüz o parlaq səma cismi əslində böyük bir gücü kimi davranır. Maraqlı faktlardan bir də budur ki, biz Ayın bir tərəfini görürük. Bu hadisə sinxron fırlanma adlanır. Ay öz oxu ətrafında elə sürətlə fırlanır ki, yer ətrafında dövr etmə müddəti ilə eynidir. Nəticədə Ay həmişə eyni üzünü yerə göstərir. Digər tərəfi isə uzun müddət insanlara görünməz qalır. Ayın yer üzərində təsiri çox böyükdür. Onun cazibə qüvvəsi okeanlarda qabarma və çəkilmələr yaradır. Bu proses təkcə suyun hərəkəti ilə məhdudlaşmır. Eyni zamanda yer oxunun sabit qalmasına kömək edir. Alimlərin fikrincə, Ay olmasaydı, yer üzündə həyatın inkişafı bugünkü kimi stabil olmazdı. Uzun illər Ayın tamamilə quru olduğu düşünülürdü. Lakin son araşdırmalar göstərdi ki, Ayın qütb bölgələrində buz şəklində su mövcuddur. Hətta bəzi tədqiqatlar günəş işığı düşən sahələrdə belə su molekullarının izlərinə rast gəlindiyini göstərir. Bu isə gələcək kosmik missiyalar və insanın Ayda yaşaması ehtimalı üçün böyük əhəmiyyət daşıyır. Ay yalnız elmi baxımdan deyil, həm də fəlsəfi düşüncələrdə mühüm yer tutur. Məsələn, qədim Yunan filosofu Aristotel Ayı mükəmməl və dəyişməz hesab edirdi. Lakin 17-ci əsrdə Galileo Galilei teleskop vasitəsilə Ayı müşahidə edərək onun səthində dağlar və kraterlər olduğunu sübut etdi. Bu, o dövrün düşüncələrində böyük dəyişiklik yaratdı. Daha sonra Isaac Newton ümumdünya cazibə qanunu ilə Ayın yer ətrafında necə hərəkət etdiyini izah etdi. Onun göstərdiyi kimi, eyni fiziki qanunlar həm yer üzündə, həm də kosmosda qüvvədədir. Immanuel Kant isə Ay və digər göy cisimlərinin kainatdakı nizamın və qanuna uyğunluğun göstəricisi kimi qiymətləndirirdi. Nəticə olaraq demək olar ki, Ay sadəcə gecə səmasında gördüyümüz bir obyekt deyil. O, yer kürəsinin sabitliyində mühüm rol oynayan, Günəş sisteminin tarixini özünə saxlayan və insanlığın kosmosa olan marağını daim artıran unikal bir göy cismidir. Biz hər gecə ona baxırıq. Amma onun haqqında öyrəndiklərimiz hələ də bu böyük sirrin yalnız bir hissəsidir. Yer və Ay Günəş sistemində bir-biri ilə sıx bağlı olsa da, onların xüsusiyyətləri arasında ciddi fərqlər mövcuddur. Yer ölçüsünə və kütləsinə görə Ay ilə müqayisədə xeyli böyükdür. Ayın diametri yerinkinin təxminən 1/4 qədərdir, kütləsi isə təxminən 81 dəfə azdır.
Bu fərq onların cazibə qüvvəsində də özünü göstərir. Ayda cazibə yerə nisbətən təxminən 6 dəfə zəifdir. Buna görə də orada hərəkət etmək daha yüngül hiss olunur. 1969-cu ildə insan tarixində dönüş nöqtəsi baş verdi. Apollo 11 missiyası ilə ilk dəfə insanlar ay səthinə aya bastı. Bu hadisə təkcə texnoloji nailiyyət deyil, həm də insanlığın kosmosa baxışını dəyişən bir addım oldu. Kosmonavtlar ay səthindən yüzlərlə kiloqram sıxı nümunələr gətirdilər və bu materiallar ayın mənşəyi və quruluşu haqqında mühüm məlumatlar verdi. Bəli, biz aya getmişik, həm də tam 6 dəfə. 16 iyul 1969-cu ildə Apollo 11, 14 noyabr 1969-cu ildə Apollo 12, 31 yanvar 1971-ci ildə Apollo 14, 26 iyul 1971-ci ildə Apollo 15, 16 aprel 1972-ci ildə Apollo 16 və 7 dekabr 1972-ci ildə Apollo 17 proqram daxilində Saturn 5 raketi vasitəsilə Apollo 17 proqram daxilində Saturn 5 raketi vasitəsilə ümumi 24 kosmonavt aya ayaq bastı. Həm də biz insanlar bunu 1000-2000 il əvvəl yox, 4 milyard yarım dünya tarixində 300 min il ərzində təkamül edib, son 400 ildə elmimizi inkişaf etdirib, 120 il əvvəl uçmağı kəşf edən canlı növü olaraq son 70 ildir evimiz yer planetinin sərhədlərini aşaraq kosmosa çıxırıq və aya ayaq basırıq. Bəzi yayınçılar, elmi araşdırmacılar insanların aya getmədiyini, NASA'nın bütün dünyanı aldatdığını söylüyor. Əslində, bütün bunlar tamamilə boş fərziyyələrdir. Çünki əgər NASA, yəni dolayısı yolu ABŞ belə bir yalan məlumat yaymış olsaydı, dövrün əzəli düşməni və kosmos yarışında ən güclü rəqibi olan SSR-i bu məlumatların yalan olduğunu dərhal bildirərdi. Çünki Apollo proqramı çərçivəsində aya gedən bütün raketlər təkcə ABŞ yox, SSR və digər ölkələr öz elm adamları və öz radarları ilə izləmiş və hər hansı bir yalan məlumat olduğu barədə ən kiçik iddia etməmişdilər. Bununla yanaşı, aydan gələn bütün siqnallar təkcə Houstondakı mərkəz tərəfindən deyil, həmçinin dünyada rəsmi qurumlar və həvəskar astronomiya elmi ilə məşğul olan şəxslər tərəfindən də qəbul edilib. Artemis 2 1 aprel 2026-cı il tarixində 4 nəfər astronavt 10 gün ərzində aya enməyəcək. Onun ətrafından keçərək yerə qayıdacaq. Niyə məhz 54 il sonra? Yoxsa bu qədər uzun müddətdə ayı heç tədqiq etmədik və ya araşdırmadıq? Əlbəttə ki, araşdırdıq, öyrəndik. İllərlə ora robotlar və digər kosmik cihazlar göndərdik. Hansı ki, bu həm az xərcli, həm də riskli olmayan bir üsuldur. Lakin SSR dağıldıqdan sonra ABŞ-ın rəqabət aparacağı ölkə qalmadı və onu motivasiya edəcək bir səbəb olmadı. Nəticədə ABŞ bu sahədə lider oldu. Lakin bu sahəyə çox maliyyə ayırmadı. İndi isə Amerika üçün yeni bir rəqib yaranıb. Çin. Hansı ki, son 20 ildə Çin kosmosa öz süni peykilərini göndərmişdir. Artemis Apolloya görə tamamilə yeni və fərqli bir proqramdır. Onu çox yaxşı başa düşmək və dərk etmək lazımdır. Yəni Amerika burada Apollo proqramını eni ilə təkrarlamır. Orion kapsulunu kosmosa göndərəcək olan Orion kapsulunu kosmosa göndərəcək olan SLS raketləri Kolumbiya kapsulunu aya aparan Saturn 5 raketindən 11% daha kiçik, amma 15% daha güclüdür. Orion kapsulu Kolumbiya kapsulundan 3 dəfəyə qədər daha geniş yaşayış sahəsinə malikdir. 3 nəfər əvəzinə 4 nəfərə gedir. 14 gün əvəzinə 21 günə qədər missiya icra edə bilir. Yanacaq çənlər əvəzinə günəş panellərindən enerji alır və təxmin edə biləcəyiniz kimi kompüterləri 20.000 dəfə daha sürətli, 128.000 dəfə daha çox yaddaşa malikdir. Yəni modulun rəqəmsal bir şüşə kabinəsi mövcuddur. İstilik qalxanları daha güclüdür. Kosmonavtların gigiyenasını təmin etmək isə daha asandır. Yəni həqiqətən də insanları aya daha rahat və komfortlu şəkildə aparacaq formada dizayn edilib. Artemis 2 kosmonavtları da bu günə qədərki ən geniş müxtəlifliyə malik kosmonavtlar qrupudur. Apollo proqramında astronavtların hamısı Amerikalı ağdərli kişilərdən ibarət idi. Halbuki kosmik uçuşların insan fiziologiyasına təsirini tamamlamaq üçün yalnız müəyyən genetik və ya cins qrupundan deyil, insanlığın geniş spektrindən məlumat toplamaq vacibdir. Məsələn, qadın bədəninin dərin kosmik radiasiyaya və ya mikrogravitasiyaya kişilərlə müqayisədə necə reaksiya verdiyini yalnız bu şəkildə öyrənə bilərik. Hətta dərmanların belə
hər kəsə eyni təsir göstərmədiyini bildiyimiz bir dövrdə kosmosun biologiyamıza təsirini anlamaq üçün bu genetik müxtəlifliyə ehtiyac var. Buna görə də bu missiya bu istiqamətdə atılmış düzgün bir addımdır. Bu astronavtlar yola çıxdıqdan sonra kosmosa təxminən 10 gün keçirəcəklər və yer ilə ay arasında 8 fiqur çəkəcəklər. Belə ki, buraxılışdan cəmi 8 dəqiqə sonra rəsmi olaraq kosmosa çatmış olacaqlar. Daha sonra təxminən 50 dəqiqə ərzində təhlükəsiz park orbitinə, təxminən 1,8 dəqiqə civarında isə yüksək yer orbitinə yerləşəcəklər. Heyət burada 23 saat keçirərək həyat dəstəyi, su, tualet, karbon qazı tullantıları və kabin sistemlərinin düzgün işlədiyini yoxlayacaq. İkinci gün Orion'un əsas mühərrikləri Translunar Injection, yəni ay transfer orbitinə daxil olma manevrinə başlayacaq. Bu yanma kapsulun yer cazibəsindən böyük ölçüdə çıxaraq ayın cazibə sahəsinə daxil olması üçün lazım olan dəqiq təsiri təmin edəcək. Sonraki 2-3 gün ərzində yer ilə ay arasında təxminən 400 min kilometrlik məsafə qət olunacaq. Bu müddətdə Orion 3 kiçik orbit düzəlişi etməlidir. Heyət yol boyu tibbi yoxlamalar aparacaq, avadanlıqları test edəcək və ay müşahidələri üçün hazırlıqlar görəcək. 5-ci günün sonunda ayın cazibə sahəsinə daxil olacaqlar. 6-cı gün kosmonavtlar ayın bizdən uzaq olan tərəfi boyunca hərəkət edəcək və səthə təxminən 6500 ilə 10000 km məsafəyə qədər yaxınlaşacaqlar. Bu arxa keçid zamanı yer ilə əlaqə 30-50 dəqiqə kəsiləcək. Çünki ay siqnallara mane olacaq. 7-ci gün astronavtlar sapan effekti adlanan hadisədən istifadə edərək ay ətrafında dolanarkən qazandıqları enerji ilə sürətlənəcək, ayın cazibə sahəsindən çıxacaq və kiçik trayektoriya düzəlişindən sonra yerə doğru yola düşəcəklər. 8-ci və 9-cu günlərdə radiasiya qalxanları əl ilə idarə etmə və digər prosedurlar sınaqdan keçiriləcək. 10-cu gün isə yerə çataraq atmosferə daxil olacaq və paraşütlər vasitəsilə sakit okeana yumşaq eniş edəcəklər. Məhz göy cisimlərinin cazibə sahələrindən istifadə edərək raketlərin yanacaq yanması minimuma endirildiyi bu trayektoriya Free Return Trajectory, yəni sərbəst dönüş orbiti adlanır və bizi yenidən aya aparacaq olan əsas amil geniş mühəndisliyi ilə yanaşı orbit mexanikasının bu möhtəşəm fizikasından ibarətdir. Artemis 2 proqramı uğurla həyata keçsə, Artemis 3 və ən əsası isə insanların yerindən aya ayaq basacağı Artemis 4 proqramı reallaşacaq. Təbii ki, bunu zamanla görəcəyik. Gələn videoda görüşənədək. Sağ olun.